Bu günləri 10 Mart 2026-cı il. Gördüğünüz bu istixanamızda Sakata şirkətinə məxsus olan Şəmkir Aqronun təqdim etdiyi qırmızı pomidor çeşidi, Panda F1 çeşidi 26 dekabr 2025-ci ildə işçilərimiz sahəyə köçürülübdür. Allah xeyri bərəkətli eləsin, xeyir olsun. Sizə göstərmək istəyirəm burada bugünkü gündə Panda F1 çeşidinin həm inkişafını, həm meyvə tutumlarını. Burada istixanamızda çiçəklərin mayalanmasında, tozlanmasında istifadə etdiyimiz dərman Fixflover və Giflover dərmanı olubdur. Mayası olubdur daha doğrusu. Göstərirəm sizə Fixfloverdən, Gifloverdən istifadə etdikdə bitkilər necə gözəl, rahat inkişaf edir. Onları sizə göstərmək istəyirəm. Fixfloverdən, Gifloverdən istifadə etdiyi zaman bitkinin təpə nöqtəsi yığılmır, nazilmir. Hamısı çox gözəl, ideal bir qaydada inkişaf edir. Çiçək verimləri, hamısının çiçəyin açmağıdır, mayanın tutmağıdır. Hamısı gözəl bir qaydada davam edir. Hətta belə burunlu meyvələr də əmələ gəlir. Allah xeyir versin, xeyri bərəkətli olsun. Hazırda birinci bandan 2, 3-cü bandan mayalanır, 4-cü bandan yeni açır, 5-ci bandan isə tumurcuqdur. Allah xeyri bərəkətli eləsin, xeyirli olsun. Əsas vacib məsələlərdən biridir ki, Fixflover, Gifloverdən istifadə etdiyiniz zaman heç bir çiçəyiniz boşa getmir. Bax, burada da görürsünüz ki, istənilən bir bitkidə belə burunlu meyvələr əldə etmək olur. Bunun da nəticəsi nədir? Fixflover və Giflover. Bunlardan istifadə etdiyiniz zaman belə gözəl meyvələr əldə edə bilərsiniz. Allah xeyir versin, xeyri bərəkətli olsun. Çox gözəl gəlişi var bitkilərimizin. Maşallah olsun. Meyvələrini görürsünüz, forması, kalibri, hamısı maşallah olsun. İdeal qaydadadır. Allah xeyri bərəkətli eləsin, xeyir olsun. Təkrar yenə bildirmək istəyirəm ki, sizə istixanamızda çiçəklərin tozlanmasında, mayalanmasında istifadə olunan mayamız Fixflover və Gifloverdir.